Əlbəttə, hər şeyin dərmanı var. Çünki xəstəlik deyilən şey yoxdur. Xəstəlik ahəngliyin pozulmasıdır. Ahəngliyi bərpa eləyirsənsə, heç bir xəstəlik yoxdur. Deməli, hər bir dərdin dərmanı var. Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? Məni müşahidə edən yalnız bir hiss olubdur. Həqqə vaqif olmaq və canlılara sonsuz mərhəmətim. Ən çox yorulduğunuz, amma buna dəyərdi dediyiniz an hansı olub? Ən çox məni bezdirən bizim insanlarımızın özgüvənsizliyidir. Bütün bizim cəmaət, Azərbaycan milləti istəyir ki, hansısa bir zahiri qüvvəyə güvənsin. Allaha, pədşaha, qəhrəmana, görkəmli dərmana, alimə, gözəl xəstəxanaya, avadanlığa, kimə istəyirsə amma bir zahiri qüvvəyə. Özgüvəni yoxdur. Hamı kiməsə boynuna qoymaq istəyir məsuliyyəti. Amma mən deyirəm ki, İbrahim Həkim deyir ki, insanın şəfası onun öz daxilindədir. Deməli, ən vacibi insan özgüvənli olmalıdır. Özgüvənli olduğu təqdirdə və yaşam həvəsi olduğu təqdirdə istənilən xəstəliyin qarşısını almaq olar.